Sırada gelen nominasiya ise belə adlanır. İlin Agro Sənaye Şirkəti. Və bu nominasiyada qalib Athena Süd Məhsulları. Atam fermada işləyir. O deyir ki, ferma südü dadlı olur. Bura Azərbaycanın ən böyük fermasıdır. Fermaya 3000 inək gətiriblər ki, süd hamıya çatsın. Süd isə burada sağılır. Bu Athena süd zavodudur. Zavodda süd qabları doldurulur. Atam deyir, siz bizim gələcəyimizsiz. Athena südü sağlam gələcəyin təminatıdır. Çünki o 100% ferma südüdür. Athena 100% öz fermamızın südü. Qalib gəlmək üçün böyük güc tələb olunur. Gücünü canlandırmaq üçün isə Athena ayranı sənə bəs edər. Çünki Athena ayranı təravət və gümrahlıq bəxş edir. Athena ayran ləzzəti, sərinlik təravəti. Athena U12 liqasının sponsorudur. Təbiətin Azərbaycana bəxş etdiyi möcüzəvi süd artıq qayğımız altındadır. İndi hər kəsin istifadə edə bilməsi üçün bənzərsiz ləzzətə malik süd məhsullarımızı Azərbaycanın hər tərəfinə 24 saat ərzində çatdırırıq. Siz də Athena möcüzəsi ilə tanış olun və sağlam qalın. Athena, süd möcüzəsi. Mükafatı alır Atropatena şirkətinin idarə heyətinin sədri cənab Elşad Rəsulov. Axşamınız xeyir, xanımlar və cənablar. Bu mükafatı almaq bizim şirkət üçün çox dəyərlidir. Bilirsiniz ki, 2015-ci il ölkəmizdə kənd təsərrüfatı ili elan olunub və kənd təsərrüfatı sahəsində aqro sənayenin inkişafında bu nominasiyada qalib gəlmək bizim üçün çox şərəfli addımdır. Və eyni zamanda mən European Caspian klubuna öz minnətdarlığımı bildirirəm ki, dövlətlə biznes arasında bu son illərdə çox yaxşı, dəyərli münasibətlər yaradıb və bu münasibətdə bizim qarşımızda qoyduğumuz hədəflərə getməyə çox böyük kömək edir. Sağ olun.